Bu səfər biraz sərt danışacağım, bəlkə bəzilərinin nəslində olan kişilər qeyrətə gələ, çünki artıq bir çox şeylərin həqiqətən ağını çıxardıblar. Qardaş, baxırsan gənc qızdır, işlədiyi mağazada hansısa məhsulu satmaq üçün reklamını eləyir, amma elədiyi reklama baxan yoxdur. Çünki bunun geyindiyi dar şalvar, dar lasin, açıq sinə və hərəkətlər buna imkan vermir. Mən belə fikirləşirəm ki, bunlar satdıkları məhsuldan çox öz bədənlərinin reklamını eləməyə çalışırlar ki, yəni məndə bu var, yaz direktə qiymətini yazım. Bunların heç birinin bostandan əmələ gəlmədiyini adım qədər əminəm. Yoxdurmu bunların dədəsi, yoxdurmu bunların qardaşı, yoxdurmu bunların nəslində bir baş papaqlısı ki, çəksin qulağının dibinə bunların 2 dənə şillə qoysun. Nə oldu, hamısını leylək mi gətirdi, tulladı bu cəmiyyətin içinə? Getdom uşağıdır mı hamısı? Biri arvadını reklam eləyir, biri nişanlısının alt paltarını reklam eləyir. Hələ bu şov xətrinə otellərdə hoqqa verənləri hələ demirəm. Nə oldu, jeton, pul, namusunuzdan, qeyrətinizdən, şərəfinizdən üstün səviyyədə mi oldu sizin şərəfinizin? Hər neysə, zivillərinizi çəkin qılçanıza bağlayın, cəmiyyəti pozursunuz.